dəqiq nevroz deyilibsə, baxın, nevroza gətirib çıxaran insanı əsas səbəb odur ki, əsas səbəb nevroz olduğu halda insan tam yetişkin bir insan həyatı sürmür. Burada bəzi şeylərdə insan uşaq kimi davranır. Uşaq kimi reaksiya verir. Yəni ki, qorxur nələrdənsə, çəkinir nələrdənsə, edə bilmərəm, mümkün deyil, mənim əlimdə deyil, hələ bu cür məndən asılı deyil, bacarmıram. Orada insan həyatında bəzi şeylər var, orada tam hələ ki püxtələşməyib və o insan əslində püxtələşməyə ehtiyacı çox var. Və simptomlar da, məsələn, nevrozda aradan qalxsın deyə, o simptomlardan birincisi qorxmamaq lazımdır. Sən simptomlardan qorxduqca, sənin fikrin onlarda qalır. Sən simptomlardan qorxduqca onlar güclənir. Burada ən vacib olan yenə də məqamlardan biri odur ki, insan ciddiyə almaq, düz deyə ciddiyə alar insan. Əlbəttə, bu sizin bədəninizdə bir şeylər hiss edirsiniz. İndi birində baş gicəllənmədir, birində təzyiqdir, birində nədir. Amma sən səhər oyanırsa o fikirlə ki, görəsən bugün də məndə belə olacaq, axşam da həyatımın mənasına çevrilibsə bu, həyatında böyük bir yer tutubsa bu cür də ona görə davam edir. Yəni bunu gözündə sən azaltmalısan, önəmini azaltmalısan. Çünki bilirsiniz necə, buna səbəb nələrdir? Toksik bir şeylər baş verir. Özü ilə orada bir şeylər edir, bir şeylər deyir özünə daxildə, ya yenə də danlayır özünü, tənqid edir özünü, utandırır özünü daxilində, eləməzdim belə, nədən elədim. Yəni burada çox pis münasibət var içində özü ilə insanın. Doğrudan doğruya pis, kəskin qəddarlıq var sözlərində özünə qarşı və başqalarına da qəddarlığı icazə verir. Bir də görürsünüz, nevroz belə də olur. Ona qarşı demək olar, hamısı yaxşıdır. Sadəcə uşaqlıqdan öyrənib ki, hər kəs onun nazını çəkir. Hər kəs onun yerinə bir çox şeylər eləyir. Bir çox problemlərini həll eləyir və elə də yaşamağı davam edib. Yəni yeniyetmə idi, gənc idi, artıq 25 yaş, 30 yaş alışıb ki, hələ hər zaman eləyirdilər bunun yerinə və o insanlar da geçdiz, məsələn, buraxırlar bunu eləməyi. Deyirlər ki, məsələn, vəssalam, bizdən bu qədər. Ola bilər belə eləyirlər. Ola bilər həqiqətən də artıq başları özlərinə qarşı bu insana resurs çatmır, bu insana gücləri çatmır, bunu da daşısınlar özləri ilə bir yerdə. Başa düşürsünüz necə? Yəni, bilirsiniz necə, nevroz olan insan bilirsiniz necədir? Hələ bil, batan insan necə olur? Batırsan da dənizdə, amma çaba heç göstərmirsən. Deyirsən ki, üzə bilirsən, amma üzmürsən. Deyirsən ki, qoy gəlib başqaları mənə çıxartsın da. Halbuki üzə bilirsən. İndi orada mən bunu indi belə çox elə bir nümunə dedim ki, yəni orada çox şey eləyə bilər öz həyatı ilə bağlı. Sadəcə qorxu, dəhşət çoxdur ki, eləyə bilmərəm, mümkün deyil. Mən eləyə bilmərəm. Məsəl üçün, qadındır. Elə qadınlar çoxdur da, nevroz olan qadınların çoxsunda ya qaynana narsistdir, ya həm qaynana, həm qaynata. İkisi də tələbkardır, bunu elə, onu elə. Hər zaman narazıdırlar gəlindən, yoldaş narazıdır. Hər zaman bunu gözüm çıxdıya salıblar da. Belə bildiniz necə? Bu insan da yolu yox insandır, söz qaytarmağı öyrəşmiş insan deyil. Ancaq yaxşı, xoşluqla hər kəsdən yaxşı davranmağa çalışır da. Və içində agresiya toplanır, yığılır. Bu vurur bədənə. Bədəndə başlayır, yəni təzyiq başlayır oynamağa, ya başlayır baş gicəllənməyə, ya nə bilim, ay boğazlıdır, bütün vaxtı deyir ki, nəsə bir düyümlənib qalıb, iştahı pozulur, gecə yata bilmir. Yəni, baxın, Freydin nəzəriyyələrinə nəzər salsaq, Freydin nəzəriyyələrinə əsasən necədir? Nevrozun təməlində nədir? Bastırılmış agresiya. İnsan agresiyası uzun müddətdir içində qalıb. Yəni ki, bilirsiniz necə yaşayır? Lazımı yerdə yox demir, lazımı yerdə hə demir. Özünə bir çox şeylərdə yox deyir, özünü bir çox şeylərdə qısıtlayır. Ya da ki, bilirsiniz necə yenə də deyirəm, illərdir kimlərinsə himayəsindədir və o himayədə qalmağa davam edir. O insanlar da başlayır bunu artıq başına vururlar ki, biz sənin üçün belə eləyirik, sən heç nə eləmirsən, sənlə oturub qalmısan, sən evdəsən, qorxursan, çıxmırsan. Axı, nevroz olan insanlar ged-gedə məsələn evdən də çox elə çıxmırlar da, bir də görürsən. Hə?
Yəni ki, bu bilirsiniz necə o qısır döngə əmələ gəlir də. Bu hələ bir tələyə düşmüş kimi olur. Tələdən çıxmağın yolları əslində o qədər də çoxdur. Sadəcə nevroz, yəni ki, insan onu özü görmür də. Tutalım mən indi nevroz olsam, hə, mən də ola bilər görməzdim ki, nə qədər məndə çıxış yollarım var, amma çoxdur. Hamısını da eləmək lazımdır. Bu vəziyyətdən bu cür çıxış yolu var. Məsəl üçün qohumlarla belə sən qurmalısan, burada ünsiyyəti yavaş-yavaş püxtələşəsən, iş yerində daha aktiv olmalısan, daha tez-tez işə çıxmalısan, hə, evdən daha çox çıxmalısan, biraz onu, biraz nəfəs məşqləri, biraz idman, biraz özünə bəzi şeylərdə hə demək, yox deməmək. Yəni özünə çoxlu bir çox şeylərə diqqət yetirmək. Yəni nevroz olan insanın diqqəti bədənindədir, bədəndə, ruhunda yox. Ruhu əzab çəkir. Hə? Ruhu əzab çəkir. Bununsa diqqəti bədənindədir. Ruhu hələ çox əzab çəkib deyə. Səndə başlayıb bədən sıxılmağa, narahat olmağa, simptomlar yaranmağa. Bu simptomlardır. Sənin o sıxılmış ruhu daha da çox başlayır sonra sıxmağa. Və bu cür sən qalırsan bunların içində. Və niyə mütəxəssislərə müraciət etmək yaxşıdır? Sən də bu düyün yaranıb, bu düyünü sən heç cür artıq aça bilmirsən. Düyün elədir ki, çoxlu düyünlər var burada. İşinlə bağlı düyün var burada, ailənlə bağlı bir düyün yaranıb. Nə bilim, nəfəsində çətinliklər, ümumiyyətlə nevroz olan insan necə olur? Hamısı, bütün təşvişli insanları görürəm ki, seanslar vaxtı görürəm ki, tez-tez olur ki, görürəm ki, nəfəsi üzdən alır da, belə dərindən almır. Soruşuram, hə, necədir, necə sənindir? Deyir ki, deyirəm, bax, nədə, harada nə hiss edirsən? Nəfəsində nə hiss edirsən? Bədənində nə hiss edirsən? Çoxsu nədir? Hə, nəfəsin belə hələ bir şeydir. Tam ala bilmirəm nəfəsi. Bildiniz necə? Çünki ruh sıxılıb burada. İnsan ruhu çox sıxılıb. Bu indi sıxılmayıb. Bu çoxdan da sıxılıb. Deyirlər ki, məsəl üçün, hə, korona oldu, koronadan sonra mən belə oldum. Ya nə bilim, tutalım, atam rəhmətə getdi, ondan sonra belə oldum. Nə bilim, filan şey işdən çıxartdılar ondan sonra. Amma əslində bu hadisə ortaya çıxardır sənin içində olanları. Sənin içində çoxdan gərginlik var idi. O, hələ bil orada odunlar yığılırdı. Tutalım da kimsə rəhmətə getdi, o odunları benzin töküldü, fışqırdı bu. Yəni ki, bütün simptomlar üzə çıxdı. Əslində bu çoxdan yığılmış olur. Bir hadisə bunu ortaya çıxarır. Vəssalam. Əslində nevroz budur. Panik ataklar da əslində hələ budur. Xroniki stressdən əmələ gəlibsə, psixotravmaya görə yaranıbsa panik ataklar. Yəni nəticədə əvvəli nədən başlayır? İnsan ruhu sıxılmış olur. Əvvəli oradan gəlir. Təməli oradadır. İnsanı eşitmirlər, görmürlər. Səni yetərincə ciddiyə almırlar zamanında. Bu xroniki stressdirsə, ailə içində çox vaxt buna görə yaranır da. Və sən öyrəşmirsən, səni görmürlər, eşitmirlər, qulaq asmırlar, ciddiyə almırlar və sən də yavaş-yavaş onlar kimi olursan özünə qarşı. Bu qaçınılmazdır, bu belə olur. Nevroz olan insan get-gedə özünə qarşı o hələ bir qulaqları da bağlı olur, gözləri də bağlı olur, ağzını da yummuş olur.